Selamünaleyküm. Bütün izləyicilər salamlayıram. Bugün qara zeytunun duzla hazırlanmasını çəkəcəm. Əvvəlcə xam zeytunları birinci yumalıyıq. Əvvəlcə yaxşı zeytun yuyulur. Zeytunumuz da iri zeytundur. Yaxşı iri zeytundur zeytunumuz. Duzla hazırlamamışdan qabaq 3 dəfə belə yuyulmalıdır ki, zeytunun içində nə tozu, torpağı, nə yarpaq qırıqları var, hamısı çıxsın. Deməli, yuyandan sonra hər dəfə belə yığıb ayırırıq ayrıca bir qava. Üç səfər davam eləməlidir. 3 dəfə heç olmasa belə yumalısan. Yine tozu torpağı var, geçsin. Zeytundan çıxan kirli su. Su qapqaradır, bildiğiniz qapqara. Yani birbaşa bunu duzdan hazırlamaq olmaz. Heç olmasa 3 dəfə, 5 dəfə yuyulmalıdır ən azı ki, o zeytunda olan toz geçsin. Daha yaxşı olar ki, bir dəfədə ən axırda sodalı suya qoyasınız. Deyək ki, bir xörək qaşığı sodalı suya qoyasınız ki, nə tozu var aparsın. Mən belə bir qav götürdüm, boçkadır. 20 kiloluq boçka. Siz nə istəsəniz götürə bilərsiniz. Yəni zeytunun çəkisinə görə götürə bilərsiniz. Hər 3 kiloluq balona bir dənə dolu duz gedir. Stəkan. Bir dolu stəkan duz gedir. Belə sadə çay stəkanıdır. İndi kim çox eləsə, əgər qara zeytun tutmasın, təbii üsulla çox eləmək istəsə, balondan hesablasın. Məsəl üçün belə deyək də, bir çay stəkanının tərəzi ilə ölçüb, bir balon gedən zeytunu da ölçüb elə hesablamaq olur. Artıq başlayırıq zeytunumuzu duzlamağa. Kim eləsə Allah xeyir versin, biz başladıq. Bismillah. Belə duzdan sonra yenə zeytunu əlavə edirik üstünə. Sonra yenə bir qat duz tökəcəyik. Düz boçka dolana qədər belə zeytundan yığırıq. Zeytun duz, boçka tam dolana qədər. Və kimsə qab ölçüsü var elə. Bir dənə də duz səpirəm üstündən. Deyirəm, bu zeytun dolana qədər eyni iş rejimi ilə gedir. Belə bir qatda döşədik üstündən zeytunu. Bu tam dolana qədər belə gedir. Bu dolandan sonra da qarışdırılmalıdır. Hər gün bir dəfə qarışdırılmalıdır ki, zeytun duzu bir-birinə qarışsın, hazırlansın. Zeytunumuz axırı ki tam doldu. Bu uzun çəkir. Mən videonu qısa elədim ki, yorulmayasınız. Ən axırda bir dəfə duzluyuruq.
Bu da zeytunun son hissəsi. Tam duzlandı. Qapağını örtüb bağlayırıq. Hər gün bir dəfə qarışdırılmalıdır. Bugünkü videonun sonuna gəldim. Fikirlərinizi yazarsınız. Kim zeytunu necə hazırlayır? Bildiyiniz zəhmət olmasa yazar. Sağ olun izlədiyiniz üçün.